Lider dünyasını değişse de İmam Hüseyin'di bak. 1614 əsr qabaq dünyasını değişse de adına göre Dırıp Rüqeyyə səsi O nalə Quş əmir bədəxtərin tapdı Tiri bəla kimi gəldi birdən Kaxı titrətdi Deydi Yazidin qulağına Ayındı Ayındı div kimi Sasladı Nədir bu seda Gedibdi şəhna O feryad göstərin tapdı Geyitdi gəldi dedi ağlır Rüqeyyə əmir Yazid fikr eləmə Rah behtərin tapdı Dedi bir dənə qız dədəsini istəyir Yuxuda görüb Yuxulu la məzhəb belə dedi Babasının başını əmr edib gedin aparır Yuxum gəlir bu gecə Bu fəqani tez qutarır O qədri ağladı Tahir Deyir o məzlum uşaq Yorulsa da oturum yeri ha təhmil olmaz O qədri ağladı Tahir deyir o məzlum uşaq Xərabə qonşuları bir bəbir olubdu oya Deyir Hüseyin aram oxuram ki bilirəm hamımız təcəssüm eləmişiz hamımız elə bil o kaxtasız Deyir Hüseyin başını istədim özüm aparayım Yazidi tərk elədim Başa sarı attım Ayaq yaralı baş Vəli çıxmışdı Cəbədən gördüm Havadan eylədim ətrə imamı İstinşaq Yer ilə göy arasında Durub Hüseyin danışır Yer ilə göy arasında Hüseyin durup danışır Hər şey dedim nə danışır eşitmədim Tutubdular zəbədən Taqətim olubdur taq Dedim ilahi ürəkdə Elə belə bax Ürəyimdə bunu dedim bax Dedim ilahi necə əndirim yaralı başı Xərabiyə yetirib Bəlkə aram ol sakit olsun uşaq Ayşe rahmet O dəmdə gəldi aşağı Yavaş yavaş Şahırdı Yon eşitdim nə mənə deyir Elə ki gəldi Mən də qorxa Başı tuttum gördüm belə deyir Sakıtiha ya Zeynəb Deyirdi qoyma balamı bacı edə şıltan Tabakta koydum onun üstüne Şehdim üstüne sarpuş Harabiye sarı geldim yavaş yavaş bu siyah Nece harabe olup haşriden ayan gördüm Deyir Rüqeyyə babam harda amma eylə sorat Buyurdu Zeynul İbad amma can edin pişvaz Gəlir Rüqeyyəsinə bu gecə babası qonar Aziz olasın Hesab-ı Rüqeyyə Hesab-ı Zeynəb Əsirlər
arası bir tarafta ağlardı. Yakınlaşıp sarı hunine Şah-ı Melke Irak çekibdiler safodan Ahl-i Beyt dil hasra ne müddeti doları kebab edildi Fırat